şey var ha. Bu yayın zor şeydi. İnsan ancaq sözdə tutmaq istəyir. Qəşəng var. Qəşəng. Alo. Ne deyirsən Əmir Sadiq? Nətər yəni Tuncay mallar partlatdı? Nətər tapmış oldu lan onların yerini? Şarkı sen ölmən eşidir. Nətər tap deyə? Ya kimse bizi sattı ya da savaş bana ya da başka bir şey. Yani kaçacağını kurtar. Kaçacağını kurtaracağız. Tuncay her işe bir her işten çıkmamsan da sen. Çıkmasan olmuş. Çimezli bil. Ben geldim ata. Hoş geldin oğlum. Biraz danışırıq. Ne baş verdi? Neylədin? Sana bir şey olmadı ki? Deməli, məkanı tapdıq. Getdim, bastım, bütün adamları öldürdüm. Mallar oradaydı. Mən də bombanı ora qurdum. Sonra da Sadiq'in bütün malları yandı. Görə indi nararacaqlar. Sadiq'in bütün malları yandı. Görək bu səfər nə yiyəcək? Hə, aferin sənə oğlum, aferin. Halaldır sənə. İnşallah gün gələcək, bu işi kökündən bitirəsən. Eyvallah, eyvallah. Bu sefer bize hücum eləyə ya da mal satmağa çalışa bilərlər. Hücum etmə ihtimalları daha yüksəkdir. Nəsə elə bil. Çünki biz onlara hücum elədik. Bəs eləmədi, mallarını yandırdıq. Yəni qisas almaq istəyə bilərlər, mən də bilmərəm. Zamanla görəcəyik. Bu iş belə olmaz. Bu iş belə olmaz. Allah stop. Alo. Ay Davud, mənəm Mir Sadiq. Mənə bax, vahşi bilirsən nə var? Mən öz adamlarımı Tuncayın evinə doğru göndərəcəm. Tuncay sonra tək başına çıxdığı an onun işini bitirəcəklər.
Sən də öz adamlarını göndər, dəstək ol mənə. Başqa çarəmiz yoxdur, Davud. Biz bir şey eləməsək, bu adam hər səfərində hər şeyimizə daş qoyacaq. Başa düşürsən? Buna dur demək lazımdır. Belə olmaz. Belə olmaz. Mən bu Tuncayı bu qədər ciddiyə almamışdım. Amma artıq alıram. Yüce hər şeyi başa düşdüm. Tuşlar demişəm, mən bu Tuncayı biraz hafifə aldım. Amma artıq hər şey aydındır. Bu adam hər səfərində hər şeyimizə daş qoyacaq. Bəlli oldu. Buna dur demək lazımdır. Başqa çarə yoxdur. Biz onu durdurmasaq, o bizi durduracaq. Biz onun səsini kəsməsək, o bizim səsimizi kəsəcək. Səni göndər, mən də göndərirəm. Tez, tez. Bugün sənin ölüm günündür, Tuncay. Sənə gününü göstərəcəm demişdim. Bugün eləsin. Sənin o atan, Abdullah, çox üzüləcək. Neyiniyək? Sən qaşındın. Nətər yatmışam ya. Ata. Hara getdi abi kişi? Bura baxım demə. Atam hara gedib? Biz də bilmirik. Yaxşı. Bir bildiyi vardır atamın. Hara gedibsə gələr. Gedim biraz hava almaya. Qışa gün çıxıb. Havalıq biraz. Arkadan vurdular. Ata. Mənəm oğul. Mənəm. Atandı. Heç atan qoyar səni öldürsünlər. Bir canavarın oğlunu öldürməyə hər adamın gücü çatmaz. Gəl kesə evə oğul. Eyvallah. Yaxşısan oğul. Vurulub eləməmsən ki? Yox, şükür yaxşıyam hələ.
Bir şey olmuyor. Sen oradan geldin. Esne'ye ben de bir dostumun yanına gitmiştim. Oradan geldim. Ha. Artık birine zəncirib sözünü demək lazımdır. İtin sözünü demək lazımdır ha. Sən kimsən axı mənim evimə adam göndərəsən? Alo. Mir Sadiq. Bax başa düşürəm. Mallarını itirmisən. Əsəbisən. Amma artıq rahat dur. Adamların öldü. Malların yandı. Mənə mallarımı geri qaytar. Ver onları mənə. Niyə verim? İnsanları zəhərləməyinə, aldatmağına niyə kömək eləyim? Sənə nə ala? Sənə nə? Səni maraqlandırmır. Mallarımı ver mənə. Mir Sadiq. Bax, ağıllı ol. Səni dirəyə oturdaram. Heç kim durğuza bilməz. Başa düşdün? Bax Mir Sadiq. Səni dirəyə oturdaram. Heç kim durğuza bilməz. Başa düşdün nə deyim? İstəyirsən oturmaq? İstəyirsənsə mən zövqlə oturdaram. Sən tək istə. Ad boy verdi Allah. Tuncay. Ölüm fermanını imzaladım. Tuncay. Bugün değilse sabah. Sabah değilse o birisi gün. Öleceksin.